Hər başlanğıc bir riskdir. Susmaq isə daha böyük riskdir. O yüzden susmayaq, qəlbimizin səsini dinləyək. Salam, xoş gördük əziz izləyicilərimiz. Mən bugün çox yorulmuşam, çox yorğunam. Həm yorğunam, həm məsuliyyətim çoxdur, həm məcburiyyətlərim var. Amma bütün bunlara baxmayaraq dayanmıram, dayanmaq olmaz. Dayanarsak həyat da dayanar. Bəzən həyat eyni anda bizdən o qədər çox şey istəyir ki, iş, məsuliyyət, bütün sadaladıqlarımın hamısını eyni anda həyat bizdən istəyir. Amma bəzən insan elə yorulur ki, yorulsan da belə dayanma fürsətin yoxdur. Heç kim asan günlərindən formalaşmır. Əslində səni sən edən elə çətinliklərindir. Bu həyatda bir şey öyrəndim. Qadınlar güclü olmaq istəmirlər. Əslində heç bir qadın güclü olmaq istəmir. İnanın ki, məcburiyyətdən insan güclənməyə, məcbur olduğundan insan güclənir. Amma bu məcburiyyət heç də pis bir şey deyil. O məcburiyyət səni bir gün zirvələrə aparır. Doğrudan da bu belədir. Çalışaq ki, heç bir zaman həyatımızın çətinliklərində pəs etməyək. Öncə özümü misal çəkirəm ki, xanımlarımız mənə baxsın, ibrət götürsün. Mən bütün bu çətinliklərin içərisində ən ağırı da odur ki, sağlamlığım mənim üçün çox çətindir, çox əziyyət verir. Buna baxmayaraq amma dayanmıram. Bilirəm ki, nə qədər sağlam olmasam da, bəzi şeylərin öhdəsindən gələ biləcək qədər gücüm var. Və bu gücüm məni çox şeyə məcbur edir. Məcburiyyətlər də məni ucaldır. Demək istəyirəm ki, siz də məcburiyyətlərdən çalışın ki, ucalasınız. Məcburiyyətlər sizi pis yollara aparmasın. Məcburiyyətlər qarşısında qürurunuzla, əxlaqınızla, namusunuzla oynamayın. Həyatda hər şey pulla ölçülmür. Bir gün pulunuz olanda adınız, şöhrətiniz, nə bilim, əxlaqınız olmayacaqsa, o pul sizin nəyinizə lazımdır ki? Çalışın ki, pulla bərabər öz adınızı, təmiz adınızı da saxlamağı bacarasınız. Bu sözüm keçən paylaşdığım mövzuya görədir. Çünki xanımın arxasında heç bir arxa dayağı olmadığı üzbatından xanım qeyd edir ki, mənim indi hər şeyim var, amma təmiz adım yoxdur. İnanın ki, o qədər ağlamışdı ki, xanım burada çox təsirlənmişdim. Allah heç bir xanımımızı çarəsizlik qarşısında aciz qoymasın. Çünki güclü olmaq seçim deyil, taleyin işidir. Taleyinizlə barışmalısınız. Çox sağ olun.